Azercell tarifinizi dəyişməzdən əvvəl bu videonu mütləq izləyin. Çünki bir dəfə yeni tarifə keçsəniz, köhnə tarifə geri qayıtmaq artıq mümkün olmaya bilər. Üstəlik, bir çox istifadəçi balans artırdığı halda nömrəsinin niyə tez bağlandığını da bilmir. İndi isə bütün vacib dəyişiklikləri qısa və sadə şəkildə izah edəcəm. Salam dostlar! Azercell tarifləri ilə bağlı vacib dəyişikliklər edilib və bu dəyişikliklər xüsusilə köhnə tarif istifadəçilərinə aiddir. Artıq bir sıra köhnə tariflər yeni qoşulmalar üçün dayandırılıb. Əgər siz hazırda həmin tariflərdən istifadə edirsinizsə, hələlik istifadə etməyə davam edə bilərsiniz. Ancaq diqqət edin, tarifinizi dəyişib yeni tariflərdən birinə keçsəniz, artıq köhnə tarifə geri qayıtmaq mümkün olmayacaq. Buna görə tarif dəyişməzdən əvvəl qərarınızı diqqətlə verin. Onu da qeyd edim ki, izləyicilərimizin ən çox verdiyi suallardan biri budur. Tarifi necə ləğv edim? Burada vacib bir məqam var. Azercell nömrəsi tarifsiz istifadə olunmur. Yəni, bir tarifi ləğv etdikdən sonra mütləq başqa bir tarif seçməlisiniz. Tamamilə tarifsiz istifadə mümkün deyil. Qeyd edim ki, köhnə tariflərdən olan istəsən tarifi də 6 aprel 2026-cı ildən etibarən yeni qoşulmalar üçün dayandırılıb. Bəs hazırda hansı tariflərə qoşulmaq mümkündür? Hazırda seçim üçün iki əsas tarif ailəsi təqdim olunur. Digimax və Premium Plus. Digimax tarifində ümumilikdə 6 seçim mövcuddur. Premium Plus tarifində isə 2 seçim var. Tariflərin internet, dəqiqə və digər bonusları haqqında ətraflı məlumatı videonun açıqlama hissəsində yerləşdirdiyim rəsmi linkdən öyrənə bilərsiniz. Burada isə ən vacib məqama diqqət yetirək. Bir çox istifadəçi balans artırdıqdan qısa müddət sonra nömrəsinin xəttinin bağlanmasından şikayət edir. Səbəb isə tarifin qiymətinə uyğun olaraq nömrəyə verilən aktiv qalma müddətidir. Digimax tariflərində vəziyyət belədir. 1 manatlıq tarif 1 gün, 4 manatlıq tarif 7 gün, 8 manatlıq tarif 14 gün, 12 manatlıq tarif 28 gün, 18 manatlıq tarif 28 gün, 30 manatlıq tarif 28 gün. Premium Plus tariflərində isə 2 seçim mövcuddur. 60 manat 28 gün, 90 manat 28 gün. Gördüyünüz kimi, əvvəlki tariflərdən fərqli olaraq artıq klassik 1 aylıq aşağı qiymətli tariflər mövcud deyil. Ona görə də tarif dəyişərkən həm qiymətə, həm də aktiv qalma müddətinə mütləq diqqət edin. Tariflərin bütün bonusları, internet paketləri və detalları ilə tanış olmaq üçün videonun açıqlama hissəsində yerləşdirdiyim rəsmi linkə baxa bilərsiniz. Ümid edirəm video sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sualınız olarsa, şərh bölməsinə yaza bilərsiniz. Mən cavablandırmağa çalışacağam.